Dövlət və neft sektorunda əmək haqqından tutulmalar. Keçən dərsimizdə biz sizinlə qeyri-dövlət və qeyri-neft sektorunda olan tutulmalardan danışmışdıq. Dövlət və neft sektorunda olan tutulmalar isə ekranda görəcəyimiz şəkildə aparılacaq. Dövlət və neft sektoru. Dövlət və neft sektorunda tutulmalar yenə eyni qaydada bölünəcək iki hissəyə: işçidən və işə götürəndən. İşçidən tutulmalar özlüyündə DSMF, işsizlik, icbari tipli sığorta və fiziki şəxslərin gəlir vergisi kimi hesablanacaq. Burada icbari tipli sığortanın iki hesablanma qaydası olacaq. Bir, icbari tipli sığorta 8000-ədək, digərində isə 8000-dən yuxarı. Gəlir vergisi isə eyni qaydada iki formada 2500-ədək və 2500-dən yuxarı. İşə götürəndə isə keçən dəfə də danışdığımız kimi gəlir vergisindən tutulma aparılmayacaq. Yalnız DSMF, işsizlik və icbari tipli sığorta üzrə düsturları tətbiq eləyəcəyik. Birinci keçid edək işçidə olan tutulmalara. Bu qeyd etdiyimiz tutulmalar vergi məcəlləsi və əmək məcəlləsi, həmçinin sosial sığorta haqqında, icbari tipli sığorta haqqında olan qanun əsasına aparılır. Qeyd olunan tutulmaların arasında dövlət qurumunun özünün tətbiq etdiyi həmkarlara və yaxud da digər qurumlara olan tutulmalar yer almır. Baxırıq ilk növbədə DSMF-yə. DSMF olacaq əmək haqqı vurulsun 3%. İstənilən əmək haqqı da bu formada tətbiq ediləcək. Maaş kateqoriya bölünməsi prosesi dövlət qurumunda aparılmır DSMF-yə görə. İşsizlikdən sığorta haqları əmək haqqının 0,5%, icbari tipli sığorta isə əmək haqqının 2% formasında hesablama aparılacaq. Əgər əmək haqqı 8000-dən yuxarı olarsa, icbari tipli sığortanın hesablanması zamanı əmək haqqı çıxılsın 8000, vurulsun 0,5%, üstəgəl 8000 vurulsun 2%. Yəni 160 manat deyə bilərik buna şablon formasında hesablama aparacağıq. Gəlir vergisinə keçid etdikdə gəlir vergisi əmək haqqı çıxılsın 200, vurulsun 14% şəklində hesablanacaq. Əgər əmək haqqımız 2500-dən yuxarı olarsa, əmək haqqı çıxılsın 2500, vurulsun 25%, üstəgəl 2500 vurulsun 14%, yəni şablon 350 manat deyə bilərik buna da. Bu formada hesablamamızı davam etdirmiş oluruq. Gəlir vergisinin faiz dərəcələri özəl sektora nisbətən biraz daha yüksəkdir. Baxmayaraq ki, DSMF-nin hesablanma qaydası dövlət sektorunda işçidən daha azdır, lakin gəlir vergisinin faiz dərəcəsi özəl sektora baxdıqda 4-5 qat daha artıqdır. Nümunə üçün bir əmək haqqı götürək. İşçinin əmək haqqısı fərz edək ki, 3000 azayındır. Tutulmalarımız olacaq DSMF, işsizlik, icbari tipli sığorta və gəlir vergisi. DSMF-nin hesablanmasında 3000 vurulsun 3%, yəni 90 manat. İşsizlikdən sığorta 3000-in 0,5%, yəni 15 manat. İcbari tipli sığorta isə 3000-in 2%, yəni 60 manat şəklində hesablanacaq. Gəlir vergisi isə artıq 2500-dən yuxarı əmək haqqı olduğu üçün ikinci düsturu tətbiq edirik. 3000 çıxılsın 2500, vurulsun 25%, üstəgəl 350 manat. 500 manatın 25%-i 125, üzərinə də 350 gəldikdə 475 manat gəlir vergisi təşkil edəcək. Cəmi tutulma 90 plus 15 və 475. Cəmi tutulmamız 640 manat edəcək. Net əmək haqqı isə 3000 çıxılsın 640 manat, yəni 2360 azayın təşkil edəcək. Yəni işçinin vəzifə maaşı, yəni qros əmək haqqısı 3000 olduğu təqdirdə və işçi ayın bütün iş günlərini işə gəldikdə net əmək haqqısı 2360 manat təşkil edir.
Bu olur dövlət və neft sektorunda işçinin əmək haqqısından tutulmalar. İşə götürən bölməsində isə DSMF, işsizlik və icbari tibbi sığorta üzrə hesablamalar aparılacaq. İşsizlik və icbari tibbi sığortanın hesablanması işçi ilə eyni qaydada aparılır. İşə götürəndə heç bir düstur fərqi yoxdur. Yalnız DSMF-də əmək haqqının 3% olan hissə işə götürəndə əmək haqqının 22% şəklində hesablanacaq. Yəni işçimizin əmək haqqısı 3000 manat idi. Burada DSMF, işsizlik, icbari tibbi sığorta üzrə. İşsizlik və icbari tibbi sığorta dəyişməyəcək. Digər hissədə isə yalnız dəyişən DSMF-dir. Biz 3000-i 22% hesablayacağıq burada. Bu da 660 manat edəcək. Cəmi tutulmamızı isə təşkil edəcək 735 manat. 660 plus 60 və 15. İşə götürənin xərci isə ümumilikdə 3735 azayın təşkil edir. Sadaladıqlarımız sayılacaq dövlət və neft sektorunda əmək haqqından tutulmalar. Əlavə olaraq keçid edək fiziki şəxslərin gəlir vergisinə edilən güzəştlərə. Vergi məcəlləsinin 102-ci maddəsinə əsasən işçinin əmək haqqısından gəlir vergisinə müəyyən güzəştlər edilir. Bu güzəştlər bir neçə kateqoriyaya bölünür. 800, 400, 200, 100 və 50 manatlıq kateqoriyalara. 800 manatlıq güzəşt tətbiq edilir şəhid olmuş şəxsin birinci dərəcəli ailə üzvlərinə. 400 manatlıq güzəşt tətbiq edilir müharibə veteranları, müharibə əlilləri, Azərbaycan Respublikasının milli qəhrəmanları, Çernobıl hadisələrində radiasiyaya məruz qalmış şəxslər. 200 manatlıq güzəşt hüququ aid edilir orqanizmin funksiyalarının 81-100% pozulmuş şəxslərə, yəni birinci və ikinci qrup əlillərə. 100 manatlıq güzəşt hüququ aid edilir himayəsində birinci və yaxud da ikinci qrup əlil olan şəxslərə, məcburi köçkünlərə, 20 yanvar hadisələrində həlak olmuş şəxsin birinci dərəcəli ailə üzvlərinə. 50 manatlıq güzəşt hüququ isə aid ediləcək himayəsində 3 və daha artıq şəxs olan valideynlərə. Yəni 3 və daha artıq övladı olan valideynlərə. Sadəcə olaraq burada həmin 3 uşağın yaşları 18 yaşadək olmuş olması lazımdır. Əgər uşaqlardan biri əyani təhsil alırsa, bu yaş limiti 23 yaşa kimi qaldırılır. Yəni bakalavr magistr təhsili müddətində qaldırılır. Əgər işçimiz qeyd etdiyimiz kateqoriyalardan bir neçəsinə aid edilirsə, biz bunların hər birini toplaya bilmərik. Yəni fərz edək ki, işçi həm 800 manatlıq, həm 200 manatlıq, həm də 100 manatlıq güzəşt hüququna malikdir. Burada ən yuxarı 800 manat olduğu üçün 800 manat yalnız tətbiq ediləcək. Hesablanma qaydası, əmək haqqının təsiri isə hansı formada aparılacaq? Bir özəl sektor, bir də dövlət sektoru üzrə misal gətirək. Fərz edək ki, işçinin əmək haqqısı 1200 azayındır. Biz bu əmək haqqından DSMF, işsizlik, icbari tibbi sığortanı olduğu kimi hesablayırıq. Hər hansı bir dəyişiklik aparmırıq. Gəlirik gəlir vergisinin hesablanmasına. Özəl sektorda gəlir vergisinin hesablanması əmək haqqı çıxılsın 200 vurulsun 3% şəklindədir. 1200 çıxılsın 200 vurulsun 3%. Yəni 1000 manatın 3%-i 30 manat. Dövlət sektorunda isə bu məbləğ 1200 çıxılsın 200 vurulsun 14% şəklində aparılır, yəni 140 manat. Bu normal qaydada hər hansı bir güzəşt olmadıqda gəlir vergisinin hesablanmasıdır. Əgər işçiyə 400 manatlıq güzəşt haqqı verilibsə, həm özəl, həm dövlət sektorunda gəlir vergisinin hesablanması necə olacaq? Güzəşt verildikdə əmək haqqından çıxırıq yenə eyni qaydada 200-ü
və əlavə olaraq 400 manat işçinin güzəştini çıxırıq. Alınmış məbləği vururuq 3%-ə. 18 manat edəcək. Dövlət sektorunda da eyni qaydada hesablamanı aparaq. 1200 çıxılsın 200, çıxılsın 400. Vurulsun 14%. 84 azayın təşkil edəcək. Yəni normal qaydada hesablama apardıqda gəlir vergisi 30 manat, lakin güzəştlə 18 manat hesablanır. DSMF dövlət sektorunda isə bu məbləğ 140 və 84-dür. Burada ortadakı fərqimiz 12 manat təşkil edir. Burada isə 56 manat. Yəni işçinin net maaşına əlavə edilir 56 manat, burada isə 12 manat. Qeyd etdiklərimiz olur. Gəlir vergisinə edilən güzəştlər həm dövlət sektorunda, həm də özəl sektorda tətbiq edilir. Yalnız və yalnız işçi öz sənədlərini təqdim etdiyi halda. Həmçinin 50 manatlıq güzəştdə də valideynlərindən biri işlədiyi idarəyə, təşkilata övladlarının doğum haqqında şəhadətnamələrini təqdim etdiyi halda bu güzəşt tətbiq edilir.